Elon Musk dünyada ən zəngin adamdır. Yəni ki, milyarder, yəni birinci yerdə. Bu adam Trumpla silahdaşı idi. Bu günlərə qədər, yəni son günlərə qədər silahdaşı idi və mövqeyində də Trumpdan fərqli xüsusi bir şeylər də görsənmir. Siz fikir versəz, onun Ukrayna münasibətində də elə bir fərqli bir məsələ yox idi. Əksinə elə Trump nə deyir, sonra da deyirdi. Bu və digər məsələlərdə, xüsusilə insanlara münasibətində, hətta o dərəcədə oldu ki, Rubio, misal üçün, xüsusi belə deyək ki, etirazını bildirməyə məcbur oldu. Yəni, dövlət katibi, ümumiyyətlə, Ağ Evdə fəaliyyət göstərənlər belə onun Ağ Evə girməsini istəmirdilər ki, Elon Musk daxil olsun. Amma Elon Musk yeri gəldi və Trumpa etiraz bildirdi. Nə ilə bağlı olaraq? Və təbii ki, o tarif məsələləri, gömrük, vergi ilə bağlı olan məsələlər. Amma təkcə onun üstə deyil. Yəni ki, perspektivdə bu adam özünü o qədər sərbəst hiss edir ki, Trumpa qarşı kəskin mövqe bildirdi. Amma burada artıq Rusif bəy, perspektivə siyasi çalarlar məsələsi var. Bilirsiniz nədir? Trump qorxur ki, hətta onu artıq dilə gətirdi ki, Elon Musk demokratları maliyyələşdirə bilər. Yəni, müxalif bir partiyanı maliyyələşdirib hansısa bir şəkildə belə də ki, demokratların hakimiyyətə gəlməsi, onların aktivləşməsi üçün şərait yarada bilər. Yəni ki, belə bir potensialı var təbii ki bunun. Və hiss elədinizmi ki, Elon Musk'ın iki addımı çox qəribə belə də ki, Amerika siyasətində yeni bir xətt açır. Birincisi dedi ki, mən yeni bir partiya yaradıram, Amerika Partiyası. Adını da qoyuram, Amerika Partiyası və hamını cəlb eləyəcəm bura. Bu artıq bu Amerika siyasətində yenilik olacaq. Bu bir parçalanmanın əsasını qoyur. İkinci parçalanma isə siz gördünüzsə Elon Musk dedi ki, impeachment məsələsinə dəstək verirəm, Trump'ın impeachment məsələsinə dəstək verirəm və bunun ardınca da istəyirəm ki, Vance prezident olsun. Vance, daha doğrusu yox, Vance onu əvəz eləsin. Bu da nəyə gətirib çıxarır? Elə respublikaçıların özünün içərisində parçalanmaya gətirib çıxarır ki, vitse-prezidentlə prezident arasında bir düşmənçilik yaratmaq. Düzdür, Vance bundan biraz yayınmaq istəyir məsələlərdən, amma əvvəl-axır o necə deyirlər, o pul faktoru, zənginlik faktoru sanki Elon Musk üçün, mən bir məqalə də yazmışdım ki, bu sanki pul azadlıqdır da bunun üçün və buna görə də kimisə hətta öz dünyanın ən böyük dövlətinin bir nömrəli şəxsini, yəni prezidentini belə deyək ki, rədd ol deyə bilir ona qədər. Yeri gəlmişkən də kifayət dərəcədə sərt mövqeylər bildirir. Sərt mövqeylər bildirməklə, yenə deyirəm, Amerika daxilində, Amerika siyasəti daxilində bir gərginlik yaratdı. Bəlkə də bu gərginlikdən istifadə edib, bu miqrantlarla bağlı Trump'ın hansısa bir şəkildə irəli sürdüyü çox kəskin belə münasibət Los Angeles'də, Kaliforniya ştatında etirazlarla rastlaşdı və indiyənə qədər görünməmiş etirazlardır və ona reaksiya da görünməmiş etirazdır. Siz gördünüz də, yəni ki, münasibətlər o dərəcədə küçədə maşınlar yandırılır, başqa bayraqlar qaldırılır və çox qəribədir. Trump'ın reaksiyasını mən indicə oxudum bu dəqiqələrdə. Trump yazır ki, ora çıxan adamlar pula görə gəlir, pulla ələ alınıblar. Və indicə oxudum mətbuatda ki, bu adam hər şeyi pulda görür. Əgər kimsə etiraz eləyirsə, ora gəlirsə, elə deyir ki, bu pullandır. Bilirsiniz, hər şeyi pulda görmək, hər bir məsələdə. Pul böyük şeydir, aydın məsələdir. Dünyada siyasətin, elə müharibələr də pulun üstündə olur, cinayətlər də pulun üstündə olubdur, zənginləşmək, torpaqlar üstündə. Hamısı onun üstündə, amma hər şeydə pul deyil axı ki, yəni ki, bütün məsələlərdə münasibəti yalnız o prizmadan, yəni pul prizmasından yanaşasan. Yeni gəlmişkən, elə Musk da o prizmadan, o gücdən istifadə edir, Trump da ondan istifadə eləmək istəyir. Bütün bunlar hamısı, bilirsiniz necədir, daxildə gərginlik artanda mövcud prezident, yəni ki, Trump'a qarşı əks, belə deyək ki, reaksiyalar yaranan, mən demirəm impeachment məsələsini 2026-cı ildən onsuz da tez bir məsələni qaldırmaq mümkün deyil. İndiki vəziyyətdə çətin məsələdir. Yəni ki, nümayəndələr palatasında gərək yekdillik ola, indiki şəkildə isə respublikaçılar tam da olaraq Trump'ın əleyhinə deyil, olanlar varsa da yetərli deyil. Seçkilər ola, seçkilərdə demokratlar üstünlük təşkil edərlər, o zaman senata impeachmentlə bağlı müraciət qəbul edərlər. Ondan sonra bu da zaman apara biləcək bir şeydir. Açığı deyim, Trump bu cür davam etsə impeachment məsələsi çıxa bilər orada, amma Trump elə adamdır ki, proqnozlaşdırmaq mümkün.
dövrdə sabahlara siyasətində bir U dönüş eləmək mümkündür. Necə ki, həmişə deyirik ki, bugün dediyini səhər danır. O 24 saat məsələsində necə ki, deyir ki, mən onda biraz eyfariyada idim, o zaman elə demişəm, biraz sarkazm ilə demişəm və yaxud da bu cür ifadələr işlətməklə bu adamda belə də ki, yanaşma, o təfəkkür var. Bilirsiniz, Rusif bəy, bu günlərdə çox qəribə, dünya psixoloqları qəribə paralelliklər aparırlar. Kimin arasında? Hitler, Putin və Trump arasında. Oxşar cəhətləri də deyirlər çox. Yəni, mən oxudum, çox geniş materiallar var, yəni ki, dərc olunubdur. Yeri gəlmişkən, onların içərisində türk psixoloqlar da var. Çox oxşar cəhətləri var. Bu adamlar özlərini sevirlər, bu narsistlər deyirlər. Həmən narsist xarakterli insanlardırlar. Həmişə, siz fikir verirsiniz, Trump xoşlayır ki, onu tərifləsinlər. Dəqiqədə bir deyir ki, bu mənim müharibəm deyil, mən olsaydım belə eləməzdim. Yəni ki, bu Bidenin müharibəsidir, mən belə eləyərdim. Ona verilən hədiyyələrə görə sevinir. Putin deyir, ona görə portreti elə belə göndərməmiş daha ona öz portretini. Bilir ki, bu adamın xarakterində var. Bu sırada gözləyir ki, tez bəlkə sülh atəşkəsə nail olsa Nobel mükafatına layiq görüləcəkdir və s. Amma uşaqlıq, tutaq ki, Putinin də uşaqlığı çox pis keçibdi, Hitlerin də uşaqlığı pis keçibdi. Trump da müəyyən dərəcədə əvvəllər pis keçirib, sonradan misal üçün də müəyyən bir normal bir hadisə keçib, bir oxşarlı şeylər axtarırlar. Çox təəssüf ki, məsələ bundadır ki, Hürsü bəy, dünya düzəni bu cür, belə deyək ki, qlobal güclərin əlində, tutaq ki, Putin, Trump kimi bu güclər dünya düzəninin, pozulmuş dünya düzəninin yenidən qurulması, pozulmuş dünya düzəninin belə deyək, tezliklə bir yeni düzənə daxil olması çox, belə deyək ki, üfüqdə belə görsənmir hələ ki. Bu əlcə bir, belə deyək ki, xeyli zaman aparacaqdır. O zamanın aparması isə dünyada bütün dəngələri poza bilər. Ukraynanın məğlubiyyəti birbaşa dünyanın məğlubiyyətidir. Mən sadəcə olaraq bunu Avropanın, demokratiyanın, Amerikanın yox, dünyanın məğlubiyyətidir. Bu çox bir pis president yaradacaqdır. O president ki, kim güclüdürsə gedib nə istəsə eləyə bilər. Yəni artıq burada beynəlxalq hüquq və digər məsələlər olmayacaqdır. Ona görə də Amerikada baş verənləri soruşursunuz. Onu mövzunu biraz başqa yerə çəkdim. Amma bu cür məsələlər, bu cür yanaşmalar istəyir daxili siyasətə, istəyir xarici siyasətə, istəyir dünya siyasəti səviyyəsində görülən işlərə, bu cür insanların yanaşması, bu cür rəhbərlərin yanaşması çox pis presedentlər yarada bilər və çox təəssüf ki, buradan əzab çəkənlər təkcə elə Amerika, Ukrayna və yaxud da ki, Rusiya deyil, yeri gələndə elə biz də əzab çəkirik, Cənubi Qafqaz da əzab çəkir, çünki bu müharibədən qalib çıxan Rusiyanın iştahı böyük olacaqdır və o böyüklüyün hədəflərindən biri də Cənubi Qafqaz, Cənubi Qafqazda da təzyiq vasitələrindən biri də olacaq. Artıq Rusiyanın sosial şəbəkələrindən tutmuş internet kanallarına qədər Azərbaycanı elementar məsələlərdə dost olmayan bir ölkə kimi qeyd edirlər. Azərbaycandan gedən kənd təsərrüfatı məhsullarının Texnadzordur. O Texnadzorun qoyduğu iradları xüsusi olaraq şişirdirlər ki, bax, sizə bu cür belə məsələlər həll edəcək, sizə qarşınıza alacaq, siz kənd təsərrüfatı məhsullarınızı gətirə bilməyəcəksiniz. Bütün bunların hamısında yenə deyirəm, təkcə Ukrayna xalqı və yaxud da ki, Rusiyanın özü və yaxud da ki, dünya əzab çəkmir. Elə əzab çəkənlərin perspektivdə biri də Cənubi Qafqaz və Cənubi Qafqazın da bir respublikası kimi biz ola bilərik. Ona görə də çox, belə deyək ki, ağrı ilə izləyirik hələ ki, baş verən prosesləri.